Kərim usta necəsiz? Əlvatınız xeyir olsun Cəlil bəy. Yaxşı olun həmişə. Bişirdiyimiz balıqdır deyəsən, düzdür? Bəli. Bugünkü yeməyimiz farel balığından hazırlanıb. Aha. Bəli, balıqlar barədə məlumat. Balıqlar barədə bəs məlumat verin ki, köhnə balıq necədir, təzə balıq necədir? Balığımızın yeniliyin belə bir şeydir. Bir çox şeylərdən və yaxud da köhnə olduğunu bir çox şeylərdən bilmək olur. Balığımızın ilk öncə qulaq hissəsində, qəlsəmə hissəsindən əgər açırıb baxırıq, qan rəngi varsa və yaxud da dəniz qoxusu gəlirsə, bu balığımız yeni balıqdır. Əgər xoşagəlməz bir iyi gəlirsə, balığımız köhnə balıqdır. Yeni balıq olmasından da əlavə olaraq balığımızın filet hissəsinə, gövdə hissəsinə baxırıq. Əgər balıqda zədə varsa və yaxud da balığı işlədiyimiz zaman görürük ki, onun filet hissəsində, məsələn, öz hissəsi, ət hissəsi yarpaq yava, vərəq-vərəq açılırsa, deməli bu balıq zədəli balıqdır və biz neçə dəfə dondurucu görüb və açılıb. Bu balıqları istifadə eləmək məsləhət deyil. Yeni, yəni olsa da qulağından belə baxsaq da, yəni köhnə iyi gəlməsə belə, əti zədəli olduğu üçün bişirdiyimiz zaman həm su buraxacaq, həm də balıq vərəq-vərəq açılacaq, xoşagəlməz bir görünüş alacaq. Balığı seçdiyimiz zaman həm gövdə hissəsinə baxırıq, bədənin ət hissəsinə. Ət hissəsi taramdırsa, yerindəsə, zədəli deyilsə, hazırdır və tutulan zaman, məsələn, ən çox böyük balıqlarda olur. Baxırıq, böyük balıqlar ya qəlsəmə hissəsini qırmaq vasitəsilə tutulur, ya ağız hissəsindən tutulur da. Bunlar vətəgə balıqlardır, böyük balıqlar. Məsəl üçün, ona aid ola bilər bizim nərə balıqları, salmon balığı. Bunlar vətəgə şəraitində yetişdirilmiş balıqlar. Və onlara baxılır ki, onlar tutulduğu zaman ya qulaq, ya ağız hissəsindən tutulsun. Bədən hissəsindən tutulduğu zaman sir qızıl balıq, sir nərə balığı əti biraz nazik ət, belədir, zədəyə meyilli ət olduğu üçün zədə alır və həmin hissələr qaralır. Və qan yığılır, qan laxması yığılır orada. Balığı aldığımız zaman o hissələrinə baxmaq lazımdır ki, zədəsi olmasın. Qulaq və ağız hissəsindən tutulsun ki, çox zaman baş hissəsini yəni istifadə eləmirik mətbəxlərdə və yaxud da supları istifadə elədiyimiz zaman bulyon üçün istifadə edirik. O qədər də fərq eləmir. Amma gövdə hissəsi zədəli olmamalıdır. Qulağından xoşagəlməz iyi gəlməməlidir. Ət hissəsinə baxırıq. Əgər əti boşdursa, zədəlidirsə, barmağı basdığımız zaman içəri girsə, deməli əti zədəlidir. Bunu istifadə eləmək o qədər də xoş deyil. Amma mən araşdırdığım bir məlumata görə balıq məhsulları, dəniz məhsulları dənizdən tutulduğu zaman heç olmazsa 30-35 dəqiqə -18, -19 dərəcədə ilkin emalda dondurulmalıdır ki, ondakı bakteriyalar neçə faiz yoxa çıxsın. Bu doğrudurmu? Bəli, dənizdən çıxdığı zaman istər-istəməz orada istənilən bir qida ilə qidalanır və onun bədənində mikroblar var. O balığın öz orqanizmi o mikrobu məhv eləyə bilər. Bizim orqanizmimiz, bizim bədənimiz onu qəbul eləyə bilmədiyi üçün o balığa şok verilir, şok effekti verirlər və dondururlar. Dondurduğu zaman isə o açıldığı zaman tərkibindəki mikroblar ölür. Və yaxud da balıq məhsullarını yediyimiz zaman, əgər məsələn təzə balıqdır, fresh balıqdır istifadə eləyirik biz onu və əgər biz qorxuruqsa, dünya mətbəxinə baxsaq ki, məsələn balığın belə tərkibində olan çiğ balığı yediyi zaman və yaxud da doğranmış, qızardığımız zaman mikrobundan qorxuruqsa və yaxud da çiğ balıq yediyimiz zaman Asiya mətbəxi buna görə wasabidən istifadə eləyir. Qızarılmış balıqlar da ürək vurmasın, eləməsin deyə istər-istəməz limonlu acı-təhər bitkilərdən istifadə olunur. Məsələn, bizim bugünkü yeməyimizdə rukoladan istifadə eləmişik bundan. Niyə görə? Rukola istər-istəməz yediyimiz zaman tərkibində cüzi acılıq hiss eləyirik və balığın tərkibində ola bilər, vətəgə balığı da olsa mikrobu və ya ən az bir şey ola bilər. Balığı istər-istəməz o acılıq o mədəmizə düşdüyü zaman mikrobu məhv edir. Və balığı o bizim iştahımızda küsürmür. Yəni daha da iştah açır, limonla qaçıldığında daha da effekt verir. Mövsümünə görə nar da əlavə eləmək olar. Bir sürü iştahımız bugün açılacaq. Bəli, təbii ki, bugün gözəl gündür.